Herkese selam değerli dostlar. Klublarımız ne elədi? Videosunda birlikteyiz ve bundan sonra da ölçek alanın ön analizinin çekilişinde birlikte olacağıq. Açılsın bir dənə. Perşembe, çarşamba, salı günündən etibarən başlayırıq. Həftənin ikinci günündə Kayrat Levski Sofya yarışı olmuşdu ki Kayrat 1-0 hesabı ilə Levski'ye uduzdu. Toplam hesablar isə Levski'ye 2-0 uzaraq yoluna UEFA Avropa Ligasında devam elədi. Abi reklamlar korktum mu? Reklamları kim gönderir? Mənasızdasın. Alternatifin yeridir. Aynen sana şeytan. Boda Glimt oynayan seri görüşündə maraqlı görüşlərdən biri idi ki, 120 dəqiqənin sonunda qazanan tərəf Boda Glimt oldu. Norveç xanasına 200 xalı, yox, 100 xalı yazılmışdı, sırf bərabərə getdiyinə görə. Evet, Boda Glimt 6-5 hesabıyla toplam oynayan seriyə geçməyə başardı. Oynayan seriyə isə yoluna UEFA Avropa Ligasına davam edir. Təmsilçimiz Sabah iş yarıda yaxşı oynamasa da bir ikinci yarıda bayağı bir sürətlə başlayıb bir futbolçunun dəyişikliyi hər şeyə daha çox güc qatdı. Ardınca bayağı bir qollar gəldi, 4 tane. Toplam hesabla Sabah 5 KGF-nə keçərək yəni UEFA Çempionlar Liqasını davam etdirir. KGF isə UEFA Avropa Liqasının play-offuna gəldi. Kanal Zagreb 1-2 Dinamo Zagreb görüşü oldu. Dinamo Zagreb artıq 10 nəfərlə qaldı. Mən buradan bir bərabərliyin alacağını gözləyirdim Kanal Zagreb'in. Təəssüf olsun ki bir şey olmadı. Cavab oyununda isə Dinamo Zagreb'də qapıcı Filipovic ola bilməyəcək. Ehtiyat qapıcısı İvan Nevstik olacaq. Evet. Nes Olympiakos'a geldiğimiz zaman maraqlı bir görüşüydü. Nes'in qələbə qazanacağını həmişə gözləyirdim. Nes belə də elədi. Olympiakos'u ama qələbə qazandı Olympiakos üzərində 120 dəqiqənin sonrasında. Evet, gələcək qalan heç gözləmədiyimiz bir oyun oldu. Crvena Zvezda Birşevaya 2-0 hesabıyla məğlub oldu. Öz evində də toplam hesabla 3-0 Crvena Zvezda UEFA Avropa Ligasında yoluna davam edir. Birşeva isə Sabahın rəqibi olur. Celje Ararat Armeniya görüşündə Celje 2-0'lıq qələbə qazandı. Ararat Armeniya isə UEFA Avropa Ligasında yoluna davam edir. Toplam isə 3-2 oldu hesab. Slovan Bratislava Mijeli görüşündə Slovan Bratislava hər iki oyunda qələbə qazanaraq toplam 4-1 hesabıyla Mijeli bir sətini gəlib keçir və Mijeli bu UEFA Avropa Ligasında davam edir. Sturm Graz Fenerbahçe görüşündə Fenerbahçe 3-0'lıq qələbə qazandı. Həm evində, hər səfərdə qələbə qazanan Fenerbahçe ölkəsinə layiqli xallar yazdırdı və səfərə növbəti oyuna play-offa hazırdır. Play-offda isə rəqibi hal-hazırda gördüyünüz olan Lyon Sparta Praha görüşündən söhbət gedir. Lyon Fenerbahçe'ye rəqib oldu. Toplam hesablar 4-2. Səfərdə uduzan Lyon 2-1 hesabıyla bu günlərə 3-0'lıq qələbə qazandı. Toplam isə 4-2 hesabıyla Sparta Praha'nı keçir. UEFA Avropa Ligasına növbəti oyunlara gəldiyimiz zaman UEFA Super Kubokunda PSG Aston Villa'ya 2-1 qələbə qazanır Aston Villa üzərində. UEFA Konferans Ligasında geldiğimiz zaman Kopenhagen 5-1 hesabıyla DVSC'ni toplam 8-1 hesabıyla DVSC'ni məğlub edir. Macarastan təmsilçisi artıq belə qalır. Katowice Hetel Aviv görüşündə bizə lazım olanlardan biri bax bu idi ki Hetel Aviv uduzsun. Hetel Aviv sıradan çıxsın, amma istədiyimiz nəticə alınmadı. Təəssüflər olsun ki elə yaxşı ki belə bir şey oldu. Katowice qələbə qazandı 2-1 hesabıyla. Və İsrail bərtə qal yazdıra bilmədi özünə. Katowice toplam 2-3 hesabıyla artıq yarışmaya evdir etdi. Rapid Payda'ya gəldiyimiz zaman Rapid toplam 6 hesabıyla Payda'nı məğlub elədi. Çox maraqlı bir görüş keçdi mi, keçmədi mi?
Bunları belə Rapid öz evində paydanı çətinliklə uddu mu desəm, yoxsa 4-1-in uda bilməyəcəkdimi, dəyişə bilməyəcəkdimi hesabı mı desəm, biraz qaldı belə. Payda da artıq yoluna öz Avstriyasını davam edəcək. Avstriya qarşısında. UEFA Konferans Liqası ilə elə davam edəcək. Daha sonra UEFA Avropa Liqasını keçəcəm. UEFA Konferans Liqasında başlayan görüşlərdə Tobol 1-2 hesabı ilə Partizanla məğlub oldu və toplamda artıq UEFA Konferans Liqasına hərbidə etdiyi Flora Inter görüşünə gəldiyimiz zaman son təmsilçisi Flora artıq bu görüşdə əldə etdi. Ilves Rijeka'ya gəldiyimiz zaman Finlandiya təmsilçisi Ilves də Konferans Liqasına UEFA Konferans Liqasına əldə elədi. Rijeka'ya toplam 2-1 hesabı ilə məğlub oldu. Qarabağ Dinamo Kiyev görüşündə Kiyevi 1-0 uduzmuşduq səfərdə. Evə gəlib layiqli bir Kiyevə dərs keçdik və bu bizə lazım idi təbii ki də Ukrayna təmsilçisiz qaldı deyək. Hələlik 2 həftə və Ukrayna tək təmsilçisi ilə Shakhtarla davam edəcək. Shakhtarla Qarabağ isə 2-1 hesabı ilə qələbə qazanaraq yoluna UEFA Konferans Liqasının play-offuna davam edəcək. RFS Jablonec görüşünə gəldiyimiz zaman RFS 1-2 hesabı ilə Jablonecə hər iki oyunda məğlub oldu. Jablonec isə play-offa daxil olur. Dak Twente görüşünə gəldiyimiz zaman isə Dak 3-3 Twente ilə qaldı. Twente toplam hesabatı ilə 9-3 Dakı məğlub elədi. Twente artıq Qarabağın rəqibidir. Dinamo Minsk Braqa görüşünə gəldiyimiz zaman 0-0 qaldı. Toplam Braqa 1-0 hesabı ilə qələbə qazandı. Midtjylland 3-2 Bohemian oldu. Midtjylland 5-2 hesabı ilə Bohemian'ı İrlanda təmsilçisini yavaş-yavaş yoluna son qoydu. Sərimiz əslərdən biri gəlir artıq yavaş-yavaş ondan. Nordsjælland 5-0 Valur, Hammerby 0-1 Rakov. Evet, Rakov'un qələbə qazanmağını çox istəyirdim. Mahir Emreli adına Valur haradır? İslandiya'da səfir. Yani İslandiya'nın Valur klubu seçin Hammerby Belorusiyanın Vitebis klubu artıq əldə elədi. Şəhərdə qalan Toromsa Zefros Cluj Rumıniyanın Zefros Cluj klubu da əldə etdi. Vaduz Inter'e gəldiyimiz zaman təəssüflər olsun ki, Vaduz'un Liechtenstein klubu artıq əldə elədi. Bildiyimiz kimi Liechtenstein klubu olmadığı üçün Vaduz İsveçrə liqasında yoluna davam edəcək. İsveçrə liqasında isə az bir 36 tur. 36 tur deyir. Belki 12-cidir. Neyse. Lugano görüşündə hesab 2-2 Drita 5-0 Treffiori, Kaldan 5-1 Şerif, Şkenyan 10-0 Hibernian, Sion 2-1 Noah, Güyer 1-1 Riga, Macarstanla bir klubu əldə edir, Ermənistan bir klubu daha əldə edir, Avstriya, Viyan və Etter Şurem görüşündə Sarıxal alsa da, amma artıq təmsilçisiz qaldı, 3 təmsilçi yollamayacaq. Karkent Götebek'le 1-1, Montreal 2-0 HJK, Şeribun 2-2 Ajax, Dinamo City 4-0, Auda Hajduk 4-0 Žalgiris. UEFA Avropa Ligası'nda devam ediyor. UEFA Avropa Ligası'nda Beşiktaş 1-0 Hajduk Kralova görüşü oldu. Koenig 1-1 Ferencvaroş, Omonia 1-0 Lincoln'u qələbə qazandılar. Pafos 3-3 Salzburg, Craiova 2-1 Kups Vikingur 3-2 Thun, CSKA Sofia 1-3 Tel Aviv Anderlecht 3-2 PAOK, Rangers 1-1 Jagiellonia, Hertz 1-1 Benfica, Egnatia 5-1 Shamrock Rovers. Toplam olarak Hajduk Kralova, Ferencvaroş, Lincoln, Pafos, Kups, Thun, Lars Vikingur, Tel Aviv, PAOK, Rangers, Hertz ve Shamrock Rovers yoluna UEFA Konferans Ligasına davam elədi və həmin günün səhərisi son oyunlardan biri var idi ki, söhbət Klaksvik, Lev görüşünə gələcək. Klaksvikdəki 5-0 hesab edək, məğlub oldu.